daşıyan gəmilərindən bir Lincoln İran sahillərinə yaxınlaşdı və artıq İranı vurmaq məsələsi gündəmdədir və bu gün də ola bilər, sabah da ola bilər, yəni geri dönüş olmayan proseslər. Sadəcə əsas sual başqadır. Amerika, Trump İrana raket zərbəsi endirməklə hansı nəticəyə ümid edir? Yəni vurdu da bəlkə rejim dəyişməsə vurmanın nə mənası oldu ki? Burada bir neçə variant var. Birinci variant odur ki, Amerika bu raket zərbələrlə yeni etiraz dalğasının İranda yaranmasına şərait yaratması ki, rejim yıxılsın. Bu birinci variant. İkinci variant, mən bunu Venezuela modeli adlandırmışam. Digər müsahibələrimdə də qeyd etmişəm. Düzü, mənlə mübahisə edənlər də olur. Nədir Venezuela ssenarisi? Venezuela'da Amerika Venezuela prezidentini uğurladı. Amma Venezuela rejimini dəyişmədi. Maduro, Sarali, Rodriguez hakimiyyətdə və Trump dedi, biz ondan yola davam edəcək. Və Rodriguez bugün müəyyən qədər Amerikanı tənqid etsə də Amerikanın dediyini edir. Çizgidən kənara çıxa bilmir. Yəni İranda da bu model ola bilər ki, Amerika anlaya bilər ki, İran rejimini dəyişmək çətindir, amma bəzi o simalaş adları da dərc olub. Onları fiziki cəhətdən yox etməklə sepaha və rejimi başqa formaya transformasiya edə bilər ki, Amerikanın şərtlərini yerinə etsin. Amerikanın şərtləri nədir? Bu da yayınlanır. Birinci, İran uranı zənginləşdirmə, imtina etməli və onu sübut etməli. Ballistik raket istehsalını azaltmalı, çünki bu İsrail üçün böyük təhlükə yaradır. Üçüncü, ən vacibi, İran Hamas, Hezbollah kimi terrorçu silahlı qruplara dəstəkdən vaz keçməli. İran rejimi bunların etmini etmir. Amma transformasiya olunarsa, Amerikanın dediklərini edərsə Venezuela'nın indiki rejimi kimi, Amerika üçün bu da kifayət. Üçüncü radikal senari İranın parçalanmasıdır. Belə bir ehtimal da mümkündür. Bunu heç kim istəmir əslində. Çoxları istəmir. Yəni ki, bu böyük təlatümlərə səbəb ola bilər. Qardaş Türkiyə də bunda maraqlı deyil. Amma bizim və ya kimlərəsə istəyinin asılı olmayaraq bu senaride işə düşür. Amma mən hesab edirəm ki, Amerika İranın parçalanmasında da maraqlı deyil. Əsas odur ki, rejim transformasiya olunsun, Amerikanın dediklərini eləsin və İran bir hədəfi də var Amerikanın ki, İranı Rusiya və Çindən uzaqlaşdırsın. Məsəl üçün, Venezuela'da əməliyyat həyata keçəndə bəziləri deyildi ki, Çin reaksiya verəcək, Rusiya reaksiya, heç bir reaksiya olmadı. Çinin və Rusiyanın en yaxın dostunu uğurladı Trump. Heç səsləri də çıxmadı. Putinlə Maduro arasında strateji tərəfdaşlığı haqqında saziş imzalandı. Putinin bir açıqlaması da olmadı. Putin çünki çəkilir Amerikadan, çünki Trump elan edib ki, Latin Amerikası Monroe doktrinasına görə bizə aiddir. Çinin də səsi çıxmadı. Çünki Çin İranı da itirsələr, mən hesab edirəm ki, Çin və Rusiya bu dəfə də Amerikaya belə deyək, nəsə cavab verənməyəcəklər. Rusiya Ukrayna bataqlığında da oradan çıxa bilmir. Çin isə iqtisadiyyatını düşünür. Amerika ilə kəllə-kəllə gəlməzsə, Çin 2-ci Dünya müharibəsindən sonra heç kimlə müharibə etməyib. Müharibələrdən maraqlı deyil. Məsələn, Rusiyadan fərqi nədir Çinin? Çin ancaq iqtisadiyyatının inkişafı haqqında düşünür. Məsələn, Rusiya hakimiyyəti heç vaxt bu haqda düşünmür. Deyirlər ki, cəmaatım kasıb yaşasın, amma Rusiyanı böyüdək, belə imperiya təfəkkürünə yaşın. Çində belə deyil. Çin hər addım atanda iqtisadi itkilərini və ya nə fayda qazanacağını bunu hesab. Ona görə İranı da sabah itirsələr, baxmayaraq ki, İrandan ucuz neft alır Çin, ala bilməyəcək biraz baha qiyməti ərəb ölkələrindən alacaq. Amma bir yenə də mən əvvəlki fikrimə qayıdıram ki, artıq geri dönüş o proses başlayıb, Trump İranın indiki hakimiyyətini cəzalandırmaq qərarını verir. Yəni, hətta konkret 48 saat söhbəti də var. Deyirsiniz, yəni bu həftə ərzində, yəni gələn həftənin əvvəlində reallaşa biləcək bir proses kimi görünür, eləmi? Valla münnəcimlik etmək istəməzdim, amma bəli, yəni yaxın günlərdə zərbələr, nöqtəvi zərbələr də, yəni məsəl üçün Trump nə deyir? Trump deyir, bax, şərtlərimi yerinə yetirsinlər, heç bir zərbə vurur. Elxan bəy, şərtlərin də yerinə yetirilməsi çətin görünür da. Siz fikir verirsinizsə, İrandan gələn açıqlamalar
təhdidə təhdid açıqlamalarıdır. Bir iynənin ucu qədər də yumşalmanı hiss etmirik. Herhalde bunu həm Xarici İşlər Nazirliyinin, həm bax mən az əvvəl elə İranın ali rəhbərinin nəzarətində olan Keyhan qəzetinin ritorikasından görürük. Ümumiyyətlə İranla bağlı kim danışırsa Sepah olsun, dini lider olsun, hər kəsin dilində bir təhdid var. Bunu biz müşahidə edirik. Yəni o zaman belə bir sual var ki, İran ilə bayaq deyirsiniz, Çinə arxalana bilərdi, Rusiyaya arxalana bilərdi. Əgər Rusiya, Çin İrana bu məsələdə eynən Venezuela'da kimi davranacaqsa, onda İran nəyə güvənir? Nəyinə güvənir? Deyim sizə nəyə güvənir? İran mühafizəkar rejimi ağır vəziyyətdir. İqtisadi vəziyyət bərbaddır. İnflyasiyanın heç bir mübarizə apara bilmirlər, çünki sanksiyalar altındadır. Sanksiyaları da ortadan qaldıra bilmirlər, çünki belə deyək, Amerikanın tələblərini yerinə yetirmirlər. Amma nə düşünürlər məncə İran mühafizəkarları Amerika ilə kəllə-kəlləyə getməklə? Düşünürlər ki, indiki ağır vəziyyətdə ki, Amerika ilə müharibə başlasa, İranda yaşayan xalqları, İran cəmiyyəti ümumi düşmənə qarşı birləşdirəcəklər və daxildəki problemlər arxa plana keçəcək. Bir dəfə bu olub. 79-cu ildə İran İslam İnqilabı baş verəndə indiki rejim zəif idi. Müxalifət də var idi. Amma bir il sonra ki, Saddam rejimi qonşu İrana qarşı müharibəyə başladı. Bu, İrandakı yeni və hakimiyyətə gələn rejimə imkan yarattı ki, İranda yaşayan xalqları ümumi düşmənə qarşı birləşdirsin. 8 il ümumi düşmənə qarşı bütün İrandakı xalqları birləşdirdi və bu həm də ona imkan yarattı ki, İran rejimi həm özünü möhkəmlənsin, həm də İrandakı bütün rəqiblərini məhv eləsin. Məhv eləyənləri məhv elədi, məhv eləyə bilməyənlər də qaçdılar, ölkədən qaçdılar, Avropaya qaçdılar, Amerikaya qaçdılar. İndi də ola bilsin düşünürlər ki, 79-cu il, 80-ci il müharibəsi bu şəkildə təkrarlaya bilər. Yəni Amerika ilə İsraillə müharibə aparsalar, onu da deyim ki, Amerika zərbələr endirsə, İran böyük ehtimal Amerikanı vuramayacaq, elə İsrailə zərbələr endirəcək. Bu İran vəziyyətini daha da ağırlaşdıracaq, çünki İsrail də Amerika ilə bircə artıq hərbi əməliyyata qoşulacaq. Amma yəni düşünürlər ki, yenə də Amerika ilə müharibə aparsalar, İsrail ilə müharibə aparsalar, sosial-iqtisadi mövzular arxa plana keçəcək, bax tutacaqlar və bütün İranda yaşayan xalqları ümumi düşmənə qarşı birləşdirəcəklər. Bax, bir müddət öncə 12 günlük İsrail ilə müharibə olmuşdu. Onda da etirazlar olmadı ki, İran cəmiyyətinin ümumi düşmənə qarşı birləşir. Amma bu hesablar yanlış da çıxa bilər İran mühafizəkarı. Niyə? Müharibədən bir müddət keçəndən sonra İranda yenidən etirazlar başladı ki, bu iqtisadi vəziyyətimiz ağırdır, sosial vəziyyət ağır. Yəni, artıq indi 70-ci illər sonu deyək ki, sən İran xalqlarını aldadıb, ümumi düşmənə qarşı uzun müddət birləşdirə bilərsən. Üstəlik də bunlar indi Amerikanı təhdid edirlər də, biz cavab addımlar atacaq, onu vuracaq, bunu vuracaq. Yəni bunlar ən əfsanəvi bir generalı vardı, Qasım Süleymani. Trump birinci prezidentliyi dönəmdə əmr verdi, onu öldürdülər. İranın intiqamı nə oldu? Heç nə. İraqdakı Amerikanın bir-iki boş hərbi bazasına raket vurdular və sonra da Trump'a zəng elədilər. Sən Allah, biz sənin boş hərbi bazalarına zərbə indir, cavab aksiyası həyata keçirmə. Və yaxud elə son müharibədə Amerika zərbə indirdi, uranı zənginləşdirən mərkəz. İran məgər Amerikaya hansısa bir cavabı oldu mu? İndi baxın, internetdə görüntülər yayılır, adamı gülməyə gəlir. Amerika o boyda gəmini İran sahillərinə yollayıb, İran Sepaha bağlı saytlar oyuncağa bənzər sualtı qayağın şəkilini paylaşırlar. Güya bununla Amerikaya bunlar cavab verəcəklər. Ondan əvvəlki də batmışdı, suyun dibinə getmişdi. Deməli, Ləman, bu cür ağır vəziyyətdə olan dövlət, Rusiya ilə İran siyasəti niyə oxşardı da? Baxın, Rusiya ilə Ukrayna bataqlığında, Ukrayna ilə müharibə aparır. Amma qonşu dövlətlərə qarşı da dirsək göstərir. Qazaxstana, Özbəkistana, Duginin Salavyovun dili ilə, ağzıyla, Azərbaycana hədəliyirlər də. Eyni siyasəti İran da yürüdür. Baxın, İran da ağır vəziyyətdədir. Müharibə astanasındadır, iqtisadi vəziyyət ağırdır. Belə deyə də, dilini şirin eləməkdən, Pezeşkan siyasətini davam etdirmək, qonşularla yaxşı münasibət, qonşulara hədəllər. Bu günlərdə İran Xarici İşlər Nazirinin müavini Bakıdaydı. Birinci nəyə gəlmişi basa-basa bunun özü sual. Amma gəlişi mənə aydın oldu sonra. Niyə? Ceyhun Bayramovla görüşdən sonra bu mətbuat konferansı təyin edildi. Adətən İranında rəsmilər belə deyil, mətbuat konferanslarında maraqlı olmurlar. Amma bu konferans edib və birinci cümləsi nə oldu?
İrana qarşı müharibə olarsa, müharibə sərhədləri aşacaq. Yəni bu açıqlama ilə qonşu dövlətləri o cümlədən Azərbaycanı təhdid edirlər. Ki, ərəb dövlətləri onsuz təhdid edirlər. Deyirlər, Amerika bütün ərəb dövlətlərini, Körfəz hərbi bazalar, onları vuracaq. Halbuki vursalar, olsa ərəb dövlətləri İranla yaxşı münasibətlər istəyir, o ərəb dövlətlərlə münasibətlər görür. Azərbaycana da təhdid diliyinə, bu Nazir Mavinin sözləri mən təhdid kimi alınır. Düzdür, bəziləri mənimlə mübahisə etdilər, yox bizi nəzərdə tutur. Necə bizi nəzərdə tutur? Bal kimi də bizi nəzərdə tuturdu. Sərhədləri aşmaq nə deməkdir? Hansı ölkələrlə sərhədsən? Türkiyələ sərhədsən, Azərbaycanla sərhədsən, nə bilim Pakistanla sərhədsən. Bu ölkələrə təhdid edir. Yəni, evimdə yanğı belə deyə də, Kobud desə bu demək istəyib ki, yəni İran mühafizəkarları demək istəyir, evimizdə yanğın başlasa, çalışacaq yanğını qonşularımıza da yanğın keçsin. Qonşularımıza da yanğın. Bunu deməz. Halbuki əksi olmalıdır. Əksi, görün, Türkiyə əl uzadır da İrana. İranın Türkiyəyə etmədiyi pisliklər qalmadı. PKK-ya dəstək, silah, sursat, yardım. Amma Türkiyə nədir? Türkiyə Xarici İşlər Naziri Hakan Fidan geniş müsahibə verib. Deyir ki, Türkiyə İrana qarşı xarici müdaxilənin əleyhinədir. Amma indi baxın, dünən xəbər gəlir. Türkiyədə İrana bağlı casus şəbəkəsinin üzvləri həbs olunur. Yəni Türkiyə əl uzadır. Bundan hələ Türkiyədə casus şəbəkəsi yaradır. Öz incirliyin yanında, Amerikanın hərbi bazasının yanında. Azərbaycanda da dünən bir qrup belə də terrora meyilli insanlar həbs demirəm, onların da İran kəşfiyyatına bağlıdır. Amma Azərbaycanda da bu fəaliyyət illər uzun İranda davam etdirib də. Yəni, buna bax, qonşu ölkələr əl uzadılar. Azərbaycanın özü də Türkiyə kimi İrana qarşı müdaxiləni biz də istəmirik. Biz də istəmirik, qonşumuzda müharibə olsun, təlatüm. Amma bizim istəyimizdən asılı deyil. Trump qərar verəcəksə bunu həyata keçirməyə çalışır. Ancaq Azərbaycan olaraq da biz də müxtəlif ssenarilərə görə hazır olaq.